Bismillahirrahmanirrahim. Bugün Hz. İmam Həsən Müctəba əleyhissalamın mövlud gündür. Bu münasibətlə hər birinizi təbrik edirik inşallah. Möminlərin əmirindən sonra onun və Allah Rəsulunun əmrinə əsasən İmam Həsən Müctəba əleyhissalam xəlifə oldu. O, bütün aləm qadınlarının xanımı Bətul Səlamullahi əleyhanın oğludur. Kunyəsi Əbu Muhammed olmuşdu. Hicrətin 3-cü ili mübarək Ramazan ayının 15-də şənbə gecəsində Mədinə şəhrində dünyaya göz açmışdır. Bu rəyə, bu fikrə müxalif heç kim yoxdur. Deyilənə görə Hicrətin 2-ci ili doğulmuşdu. Amma bu rəyin əsası yoxdur. Çünki qeyd edəcəyimiz kimi hədislər birinci rəyə dəlalət edir. Dünyaya gəldikdən sonra 7-ci günü anası xanım Zəhra salamullahi aleyha İmam Həsən əleyhissalamı gətirdi Peyğəmbər salavatullahın yanına. Peyğəmbər salavatullah onu cənnət ipəyinə olan bir parçaya bükdü. Həmin parçanı Cəbrail əleyhissalam cənnətdən Peyğəmbər salavatullah üçün gətirmişdi. Peyğəmbər salavatullah onu Həsən adlandırdı və əqiqə qurbanı olaraq bir qoç kəsdi. Allah Taala bizləri Peyğəmbər və onun pak əhli beytindən ayrı salmasın inşallah.